Buna danışın, hele buna. Bir dəfə Aşıq Əli ilə məclislərin birindəyik. Tanışdı, mən də qonaq kimi götürmüşəm. Aşıq Əli ilə Aşıq Samirə o məclisi idarə edirlər. Allaha and olsun, bir kəsmə, bir Şirvan şikəstəsi ifa elədi. Mən ağladım. Ağladım, bir də gördüm gəlir Aşıq Əli. Bu yaxında olub, bu bax son 1-2-3 ay olar. Qonaq idim məclis. Bir də gördüm Aşıq Əli gəlir, görüb oradan, monitordan görüb kövrəlmişəm. Nə tər oxudusa məni, nə bilim, apardı. Nə mərmi də verib, nə mərmi də göndərib. Özü də 100 manat. Məlumatım var. Allah sizə dəyməsin. Sizin qulluğunuzda durmalı. İndi Allah qoysa, demişəm ay Əli, gələrsən Allah qoysa, 1-2 noyabrda İnşallah. səhnəni bir gözəlləşdirərsən Heydər Əliyev sarayında inşallah.